задачу, яка перед нами стояла. Və düşünürəm ki, bu çox gözəl bir axşamdır. Çünki məqsədə tapşırığa biz çatdıq, nail olduq. Axşamınız xeyir olsun. Əvvəla təbrik edirəm Avrokuboklara düşməniz münasibəti ilə. Komandaya gələrkən Neftçi Avrokuboklar zonasından olduqca çox uzaqdaydı və siz bu işi öz üzərinizə götürərkən həqiqətən əmin idinizmi ki, komandanı Avrokuboklara daşıyacaqsınız? Ну, коли я приїхав сюди, в Баку, в команду Нефчі, було поставлено завдання зайняти те місце, яке нам дасть право вийти в європейські турніри. Mən Bakıya gələndə qarşıma belə bir tapşırıq qoyulmuşdu ki, yəni elə işi quraq ki, Neftçi sonradan Avropa turnirində iştirak edə bilsin. Я розумів, що дуже велика відстань від 4-го місця тоді була, але я і розумів, що ще попереду багато ігор. Залишалося ще 19 турів. Я прийшов після 14-го туру. Mən bilirdim ki, 4-cü yerdən biz çox uzaq bir məsafədəyik, amma eyni zamanda da anlayırdım ki, bizim qarşımızda kifayət qədər çoxlu oyun var. Bilirsiniz ki, mən 14-cü turdan sonra gəldim, qarşıda hələ 19 oyun tur bizi gözləyirdi. Тим більше я прийшов, залишалося ще 2 гри в 25-му році. Mən gələndə 25-ci ildə həm də 2 oyun qalmışdı. І була перерва. Ми змогли їхати на збір. І я розумів, що там я краще ще познайомлюся з хлопцями. Ми попрацюємо і почнемо виконувати те завдання, яке перед нами стоїть. Və o 2 oyundan sonra bir də yaxşı oldu ki, bizdə fasilə yarandı və biz toplanışa getdik, təlim toplanışlarına. Orada da məndə imkan oldu ki, oyunçularla daha yaxından tanış olum və qarşımıza qoyan tapşırıqların yerinə getirilməsi üçün əlimizdən gələn edək və ona uyğun da işimizi quraq. Скажу чесно, я розумів, що буде дуже важко, але я кожен день практично казав хлопцям, що все нам по силі, що ми повинні це зробити, треба ще краще працювати, треба ще більше працювати. І тоді Бог і Аллах нас нагородить. Və mən bilirdim ki, bu qarşımda duran tapşırıq çox çətin bir tapşırıqdır. Amma buna baxmayaraq, mən bilirdim ki, buna biz nail ola bilərik. Sadəcə daha çox iş görmək lazımdır, daha yaxşı oynamaq lazımdır, daha çox üzərində işləmək lazımdır. Əgər bunu edəcəksə, Allah da bizi buna görə mükafatlandıracaq. І можу вам чесно сказати, я щаслива людина сьогодні. Və sizə səmimi olaraq da deyim ki, mən bugün xoşbəxt bir insanam. Mən də qələbə münasibətilə təbrik edirəm. Motivasiya öz yerində, amma baş məşqçi əsasən nəyi dəyişdi ki, komanda uğursuzluq zollarından çıxdı və bu nəticə əldə elədi? Я думаю, перш за все, з кожним із футболістів дуже багато спілкувався. Birinci ondan başladım ki, hər bir futbolçu ilə kifayət qədər yəni uzun müddət danışdım, söhbət etdim. В індивідуальних бесідах. Yəni fərdi söhbətlər etdim. По-друге, ми налагодили дисципліну. Sonra biz nizam intizamı öz yerinə oturduq, ikinci olaraq. Ми давали непогані навантаження. Kifayət qədər yükləyirdik onları, yəni pis yükləmirdik. Тому що розуміли, що ми нівчі, нам потрібно грати всі ігри першим номером. Çünki biz anlayırdıq ki, biz Neftçiyik, ona görə də bütün oyunları bir nömrə kimi oynamalıyıq. І щоб мінімум ми виглядали як Карабах або Сабах. На той час це були дві найкращі команди. Ті, що я дивився до того, як сюди приїхав. Çünki ən azından biz Qarabağ və Sabah kimi görünməli idik. Çünki mən də o zaman bura gələndə bu iki komanda ən yaxşı komandaydı. Ну, я думаю, це саме головне. І хлопці повірили, спілкуючись з ними, вони повірили в мене, я повірив в них. І повірили не тільки в мене, а в мій тренерський штаб, всіх працівників клубу. Я дуже вдячний, перш за все, стафу своєму, всім лікарям, масажистам та всім робітникам клубу, хто знаходиться на базі, хто кожен день все робить для того, щоб у нас був спокій і все налагоджено для того, щоб ми могли гарно віддихати, гарно працювати, гарно тренуватися.
великий уклін і подяка для кожного із цих людей. Və mən də birinci olaraq mən həm oyunçulara inandım, oyunçular da mənə inandılar və bu inamın nəticəsində biz irəliyə yolumuza davam etdik. Əsas da özdə təkcə mənə deyil, eyni zamanda məşqçi heyətinə onların inanması çox önəmli idi. Mən eyni zamanda klubun bütün əməkdaşlarının, işçilərinə də böyük təşəkkür edirəm. Çünki onların da bu qələbədə çox böyük rolları var. Yəni burada bütün o əməkdaşlar olsun, həkimlər olsun, masajistlər olsun. Onlar hər gün əllərindən gələni edirdilər ki, biz rahat və şəkildə oyunlarımızı davam etdirək, təlimlərimizi davam etdirək və rahat istirahət edə bilək və enerjimiz, gücümüz yerində olsun. Yəni bazada çalışan bütün əməkdaşların da burada çox böyük rolu var. Onların da hər birinə təşəkkür edirəm ki, bu əldə olunan nəticələrdə rollarını danılmazdır. Ну і окрема подяка нашому керівництву, Əlbəttə xüsusi olaraq da həm яке də bizim завжди було поруч з нами. rəhbərliyə Мені təşəkkür edirəm. допомагало у всьому, в плані питалися, що ще потрібно зробити, що зробити для хлопців, щоб їх підтримати. Тому це дуже важливо, коли команда, тренерський штаб і керівництво разом. Və eyni zamanda rəhbərliyə ona görə həm də təşəkkür edirəm ki, onlar hər zaman bizim yanımızda oldular, bizə dəstək verdilər, biz nə istədik, onlar bizə onları təmin etdilər və bu dəstək də çox önəmli oldu. Çünki bu cür nəticələrin əldə edilməsində çox önəmlidir ki, həm komanda, həm məşqçi heyəti və eyni zamanda rəhbərlik birlikdə olsun, vahid olsun. Ось це і є запорука наших перемог. Bax, bu bizim qələbələrimizin təminatçısıdır, garantıdır. Qələbə münasibəti ilə təbrik edirəm, həm də Avropaya vəsiqə qazanmaq münasibəti ilə. Cənab Bernudov necə düşünür? Bu heyətlə Avropada uğur qazanmaq olar və ikinci sualım isə belə deyək də, əgər komandada qalacaqsa, özü üçün müəyyənləşdiribmi kimlər gedəcək komandadan və gələcək futbolçular haqqında düşünübmü? Yəni kimlərsə görmək istəyirmi komandası? Ну, дивіться, після того, як я прийшов в клуб, перше, що ми сіли і обговорили, що до кінця цього чемпіонату всі потрібні футболісти. Я ні одного футболіста не сказав, щоб його брали з команди чи ще щось. Це перше. По-друге, ми домовилися, що тільки в кінці чемпіонату ми сядемо і будемо розмовляти, що чекає нас далі. Тому що є хлопці, у яких закінчуються контракти, це так дійсно. Є в кого ще вони далі є. Ну і ви ж самі розумієте, все рівно підтримка і нова кров потрібна для команди, для того, щоб як можна краще виступити в лізі конференції. Мені дуже хотілося б, щоб ми не прийшли туди і після першої гри там раунда закінчили. Мені дуже хочеться, я вже там був в групах Ліги Європи не один раз, був в групі Лізі Чемпіонів, тепер мені дуже хочеться бути в групі Лізі конференції. Чому ні? Це моя мрія. Я думаю, що хлопці мене почують і допоможуть, і зроблять все для того, щоб ми там знову були. Mən birinci olaraq bundan başlayayım ki, mən bu komandaya gələndə bütün oyunçulara bəyan etdim ki, bu mövsümün sonuna qədər heç kimlə nə vidalaşacaq, nə də bir şey olacaq, nə heç bir də dəyişiklik olmayacaq. Hər şey olduğu kimi də davam edəcək. Və özünüz də gördünüz ki, biz heç kimi nə yola saldıq, nə dəyişiklik etdik. Çünki bu bizim öncədən verildiyimiz qərar idi. Biz orada qərar verdik ki, mövsüm bitəndən sonra bununla bağlı qərarlar olacaq. Yəni oturacağıq, başlayacağıq danışmaya, müzakirə etməyə. Əlbəttə ki, bəzi oyunçular var ki, onlarda müqavilələr bitir, bəzilərində isə məsələn hələ də davam edir. Amma əlbəttə başa düşürəm ki, Avroliqada, yəni Avropa oyunlarında iştirak etməkdən ötürü komandaya yeni qan da lazımdır ki, bəzi dəyişikliklər edə bilək. Çünki mən çox istəyərəm ki, heç istəməzdim ki, biz gedək Avropa çempionatında oynayaq və birinci raunddan, birinci oyunlardan sonra vidalaşıb geri qayıdaq. Yəni bunu heç cür istəməzdim. Mənim bu Avropa çempionatında, Çempionlar Liqasında da təcrübəm olub, orada da çalışmışam. İndi Konferans Liqasında da təcrübəm olacaq. Ona görə də bütün bunları nəzərə alaraq uyğun, müvafiq qərarlarımızı da verəcəyik. Ну і все рівно хочу сказати, що повірте, нам
є над чим працювати, ще дуже багато роботи, тяжкої роботи. Тільки так ми зможемо рухатись далі і чогось досягати. Зараз почивати на лаврах – це не той час, треба працювати, працювати і працювати. Və mən bir də onu vurğulamaq istəyirəm ki, bizim həqiqətən görəcəyimiz həddən artıq çox iş var. Biz həddən artıq çox işləməliyik üzərimizə, çox belə ağır zəhmətlə çalışmalıyıq. Yəni bu lavrların üzərində sən bir qələbə qazana bilməzsən. Bunun qarşıda qoyulan məqsədlərə çatmaqdan ötürü bu yol ancaq böyük əməkdən və zəhmətdən keçir. Mən bir əlavəniz, icazənizlə bir şey dəqiqləşdireyim. Məşqçinin orada ola bilər ki, fikirlər qarışdı. Məşqçinin orada sözləri vardı ki, mən həm Avropa Liqasından, hem Çempionlar Liqasında olmalıyam. Məşq kimi Konfrans Liqasında bunu eləmək istəyirəm. Yox, dedi, orada elə dedim. Dedim, orada da iştirak eləmək istəyirəm. Дякую вам дуже. Гарного вечора.